5 iyun 2026-cı ildir və həftənin cümə günü dəyərli izləyicilər, bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Günlərdir müzakirə olunan məcburi köçkünlərlə, qaçqınlarla bağlı, onların statusu ilə bağlı bir yenilik var. Xəbərə keçməzdən əvvəl isə sağdakı üstəgəl işarəsini vurmaqla kanalımıza abunə olmanızı, elə bu videonu da bəyənmənizi rica edirəm. Dəyərli izləyicilər, onlara 3 il hər ay pul veriləcək və güzəştlər olunacaq. Söhbət hansı güzəştlərdən gedir? Xəbərə keçmək istəyirəm. Belə ki, qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna təklif olunan dəyişikliyə əsasən azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv edilir. Bununla yanaşı onların statusları ləğv olunduqdan sonra da 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar. Və sosial müdafiə tədbirləri dedikdə nə nəzərdə tutulur? Bu məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Milli Azad açıqlama verib və deyib ki, hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcəklər. Stat, hazırda keçmiş məcburi köçkünlərə müavinət ödənilir. Nazirlər Kabinetinin qaydalarına əsasən hər bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Eyni zamanda keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqqları da dövlət tərəfindən qarşılanır. Bundan başqa bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur. Vüqar Bayramov əlavə edib ki, yeni dəyişikliklərə əsasən həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da 3 il ərzində qüvvədə qalacaq. Stat, eyni zamanda məsələn keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə bu hüquq bütün təhsil dövrünü əhatə edəcək. Yəni tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq. Deputat vurğulayıb ki, son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını da nümayiş etdirir. Stat, bu addım onu göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma yurtlarına qayıtdıqdan və dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunacaqlar, dəyərli izləyicilər.